Novruzun incə zərif şəkərburası olmadan olmaz deyib şəkərbura etmək qərarına gəldim. Bu reseptlə mükəmməl alındı. Xəmir üçün unla yağı umac eləyirəm. Xama ilə yumurta sarısını qarışdırıb bura qatıram. Mən 25%li milla xamasından istifadə elədim. Tərkibinə görə əsl xama olan millanı həm şirniyyat, həm də salatlarda istifadə edirəm. Maya və suyu da əlavə edib bərk xəmir yoğururam. 30 dəqiqə dincəldirəm. Keçək içliyə. Bildiyimiz şəkərbura içliyi, üyüdülmüş fındıq, şəkər tozu, hil, vanil qarışdırıb hazırlayıram. Daha sonra kiçik kündələr tutub xəmiri yayıram. Yaydıqdan sonra mütləq tərləməsi üçün polietilen torbada təxmini 10 dəqiqə saxlayıram. Bu zaman naxşı da yaxşı tutur. İçliyi qoyub kənarını bükürəm. Etiraf edim ki, çox da yaxşı bükə bilmirəm. Üzərinin naxşını vurub sobaya verməzdən əvvəl 4-5 yerdən iynələyirəm ki, şəkərburalar bişərkən çox şişməsin. 140 dərəcədə yalnız alt rejimində bişirirəm. Mətbəxdəki ənənələrimiz bizim mədəniyyətimizin rəmzidir. Mənim də borcum bunları bacardığım qədər övladlarımı ötürməkdir. Süfrəniz bol, qazanlarınız dolu olsun.